Bismillahirrahmanirrahim, elhamdülillah. Bugünkü dərsimiz təmərbutə dərsidir. Hansı ki biz Quranı oxumağa giriş kitabından davam edirik. Təmərbutə. Təmərbutə nə deməkdir? Əslində, təmərbutənin iki cür yazılış forması var. Bir bu cürdür, bir də bu cürdür. Təqribən belə. Təqribən belə. Təmərbutə sözünün mənası bağlı tə deməkdir. Yəni bu əslində bu tənin bağlanmış formasıdır. Mərbut sözü də bizdə rabitə sözündəndir. Rabt. Yəni bağlı tə. Aydındır? Bağlı tə. Təmərbutə. Yəni bu təni bağlayıblar. Hər iki tərəfini bir-birinə bağlayıblar. Olub təmərbutə. Bu isə deyirlər təməbsuta. Açıqdır. Aydındır, var təmərbutə, var təməbsutə. Bugünkü dərsimiz təmərbutədir. Və təmərbutə ərəb dilində sözlər var ki, xüsusən də qadın cinsində olan sözlər. O sözlərin axırı təmərbutə ilə bitir. Və təmərbutə yalnız və yalnız sözlərin sonunda gələ bilər. Sözlərin sonunda gələ bilər və bu cür yazılış forması heç bir hərflə birləşmədiyi halda olur. Heç bir hərflə birləşməyəndə. Bu cür yazılış forması isə hansısa bir hərfə birləşəndə olur. Məsələn, heç bir hərfə birləşmir. Məsələn, İzzətun. İzzət sözü. İzzətun. Ərəb dilində İzzətun. Bax, bu açıq, bağlı olan tədir və birləşmədiyinə görə bu cür yazılır. Amma məsələn yazsaq Məkkətun. Məkkətun. Artıq nədir? Birləşən formasıdır. Aydındır? Məkkətun. Bu da şəddədir. Məkkətun və ya cənnətun. Fərqi yoxdur. Bu birləşən, bu isə birləşməyən halda yazılmasıdır. Təmərbutənin yazılış forması bu cürdür, oxunuş forması isə biraz başqa cürdür. Nə mənada? Təmərbutə əgər o sözün üzərində dayanacaqsansa, o zaman təmərbutə tə yox, hə kimi oxunur. Aydındır? Məsələn, deyirsən, cənnətun. Düzdür? Cənnətun, cənnət. Əgər dayansan oxuyanda, cənnə. Aydındır? Cənnə, hə səsi verir. İzzəh. وَلِلَّهِ الْعِزَّةُ وَلِرَسُولِهِ وَلِلْمُؤْمِنِينَ məsələn. وَلِلَّهِ الْعِزَّةُ deyandın. Sonra gəldin. وَلِلَّهِ الْعِزَّةُ وَلِرَسُولِ Aydındır? Deyansan, hə. İzzəh, cənnə. Aydındır? Amma keçsən, üzərindəki hərəkəyə uyğun oxuyursan. Və bu da təmərbutənin nədir? Bizdən istədiyi hallardır, hadisələrdir. Təmərbutə əvvəldə gəlmir, ortada gəlmir, sonda gəlir. Birləşmirsə bu halda yazılır, birləşirsə bu halda yazılır. Təbii ki, özündən əvvəlki hərf söhbətidir. Əgər oxunursa oxunur, necə lazımdır o cür oxunur. Fəthədirsə fəthə, kəsradırsa kəsrad, dammadırsa dammə. Amma dayanılırsa o zaman hə səsi verir. Fərqi yoxdur. Tənvin var üstündə, damma var üstündə, aydındır, kəsra var üstündə, fəthəli, damməli və kəsralı tənvindir, fərqi yoxdur. Aydındır. Və bu cür oxunur. Allah Teala eşidənlər üçün faydalı etsin. Məsələn, Quranda çoxumuzun bildiyi surədir. وَيْلُلْ لِكُلِّ هُمَزَةٍ لُمَزَةٍ Düzdür, elə oxuyuruq. وَيْلُلْ لِكُلِّ هُمَزَةٍ لُمَزَةٍ Aydın dəsə, luməzətin demirik.
Amma desək, vaylun likulli huməzətin luməzətin gedirik. Aydındır? Vaylun likulli huməzətin luməzətin illəzi. Orada aydındır? Başqa qaydalar var, onları eləyirsən. Amma deyansan, vaylun likulli huməzətin luməzə əlləzi cəmə'ə mələn və əddədə. Hamısı nədir? Elə qutar. Amma keçsən, vaylun likulli huməzətin illuməzə belə çətindir. Lakin dil örgəşəndə inşallah eləmək olur. Vaylun likulli huməzətin luməzətin illəzi. Vaylun likulli huməzətin. Deyansan, huməzə. Luməzə. Amma keçsən, luməzətin illəzi. Bu artıq nədir? Artıq oxunuşu biləndən sonra inşallah eləyirsən. Aydındır? Hətta bəzən bilən də görsən, çaşır. Çünki dil örgəşməlidir o cür oxumağa. Biz adət eləmişik, vaylun likulli huməzətin luməzə əlləzi cəmə'ə mələn və əddədə. Azdır belə oxuyan ki, vaylun likulli huməzətin luməzətin illəti. Hələ oxuyan yoxdur. Lakin oxusan, misal çəkirdim ki, o cür eləyirsən. Allah doğrusunu bilir. Və sallallahu nəbiyyyə Muhammed və alə alihi və sahbihi və səlləmə təslim.